Schengen viza müraciəti zamanı ən çox verilən suallar. Müraciətçi tərəfindən yalnız maliyyə vəziyyətini təsdiq edən sənədlər təqdim olunmalıdır. Əlavə sənədlər isə səfirliyin tələblərinə görə dəyişə bilər. Sponsor göstərərək maliyyə vəziyyətinizi sübut etməlisiniz. Sponsor həm ailə üzvləriniz, həm də sizinlə səfər edəcək tanışlarınız da ola bilər. Bu, gedəcəyiniz ölkəyə və səfər müddətinə görə dəyişə bilər. Orta hesabla 10 günlük səyahət üçün minimum $2000 hesabda göstərməyiniz məsləhətdir. Lakin bəzi səfirliklərə görə bu məbləğ arta və ya azala da bilər. Otel və ya biletlər üçün öncədən heç bir ödəniş etməyinizə gərək yoxdur. Atlas Travel sizin üçün bütün bronları ödənişsiz şəkildə təqdim edəcək. Ən çox səfər edəcəyiniz ölkəyə müraciət edilməlidir. Lakin qalma müddəti bütün ölkələr üçün eynidirsə, o zaman Schengen zonasına ilk daxil olacağınız ölkəyə müraciət edilməlidir.